mükəmməl bir ölüm maşınına çevrilməsi məqsədini güdür. Məhz bu səbəbdən digər ölkələrdəki kimi də Azərbaycanda əsasən zabit və gizirlərdən təşkil olunan sualtı hücum və müdafiə dəstələri silahlı qüvvələrin elitasının elitası sayılır. Gələcək kursantlar yalnız artıq müddətli hərbi xidmət keçmiş gənclər arasından seçilir. Təlim prosesi təxminən 50 həftədir. Bu proses gələcək kursantların süzgəcdən keçirilməsi məqsədini güdən ilkin hazırlıqdan başlanır. Bu süzgəc tədbirlərinin başındasa cəhənnəm həftəsi adlanan və hər mənada həddindən artıq çətin olan bir sınaq durur. Artıq qeyd etdiyimiz kimi sualtı hücum və müdafiə dəstələrinin hazırlıq proqramı